Salam, məşğulluq bələdçisində xoş gördük. Sizin üçün vacib bir yeniliklə gəlmişəm. Dövlət Məşğulluq Agentliyi kvotadan əlavə yaradılan iş yerləri üzrə əmək haqqının maliyyələşdirilməsi proqramına start verib. Proqram sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun artırılması məqsədi ilə kvotadan əlavə iş yerləri yaratmaq istəyən işəgötürənlər üçün nəzərdə tutulub. Kvotadan əlavə yaradılan iş yerlərinə agentliyin yerli qurumları və ya dost mərkəzlərinin göndərişi ilə işə qəbul edilmiş və ən azı 2 illik əmək müqaviləsi bağlanmış şəxslərin əmək haqqısı işsizlikdən sığorta vəsaiti hesabına ödəniləcək. Proqramda kvota şamil edilməyən müəssisələrin siyahısına daxil olanlar istisna olmaqla bütün idarə, müəssisə və təşkilatlar iştirak edə bilərlər. Bəs tələblər nələrdir? Bu iş yerləri işəgötürənin vəsaiti və ya qanunla qadağan edilməyən digər mənbələr hesabına yaradılmalıdır. Mövcud daimi vakansiyalar və əvvəlcədən işləmiş şəxslərin işdən azad edilməsi hesabına yaradılan iş yerləri olmamalıdır. Həmin iş yerləri vakansiya bankına daxil edilməlidir. Kvota öhdəliklərini tam yerinə yetirmiş işəgötürənlər ekranda gördüyünüz bölmədəki link vasitəsilə proqrama müraciət edə bilərlər. Müraciətlərə 15 iş günü ərzində baxılaraq qərar qəbul ediləcək. Uğurlar!